96 mənzildir. Bunu bir 4-5 adama vuranda 500 adamın çöldə qalmaq demək. Özü bilsəniz elə vəziyyət, fövqəladə vəziyyətdə yaşayırlar. Sumqayıt şəhər 8-ci mikrorayon Koroğlu küçəsindəyik. Bir qrup sakinlər, həmin bu binanın sakinləri bizə qaynar xəttimizə müraciət edərək bildirirlər ki, artıq bir neçə ildir ki, pul verib aldıqları evə köçə bilmirlər. Sakinlərin sözlərinə görə artıq 90-dan artıq ailədir ki, həmin yarımçıq qalmış binada yaşamağa həsrət qalıblar. MTK tərəfindən həmin bina tam tikilərək onlara təhvil verilməyib. Binada lift yox, qaz yox, binanın damı yox. 2019-cu ilin noyabr ayında buradan binadan ev aldım. Ne kadar pulunu verdim, evini aldım. 2022'nin yanvarında hazır olmalıydı. Olmayıb bu günə kimi. Özümüz də kirayədə qaldıq hamısı. Neçə dənə sakin var, hamısı kirayədə qalır. Bax, bir dənə çəkin fövqəladə vəziyyətdədir, yəni yaşayış. 2022-dən bu günə qədər vəd edilən mənzilimi hələ də geri ala bilməmişəm. Mən kirayalarda qalıram, əziyyət çəkirəm. Bütün qurumlarının qapısını döymüşük. İcra hakimiyyətinə, hər yerə. Bizim məktublar ya gedib çatmır, ya da ki, düzgün bir cavab gəlmir bizə. Bu təhlükəli vəziyyətdir. Mənim körpə nəvələrim, 2 nəvəm var, oğlan, 5 yaşında, 8 yaşında. Biri məktəbə gedir, biri bağçaya gedir. Çıxıb düşə bilmirlər. Qırağı açıqdır. Birdən bir hadisə baş verdi. Buna cavabdeh şəxs kim olacaq? Kim cavab verəcək bunlara? Evimi satıb bura yatırım eləmişəm açığı. Mən də 2023-də yəni bizim müqavilədə təhvil verilməlidir bu ev. Onunla bərdilə bu yoldaşlar deyən kimi gəlirik, gedirik. Yəni elə bugün səhər bugün 1 aydan sonra, 5 aydan sonra bu vəziyyətdir bizdə də. Təhlükəsizlik yoxdur. Axırına kimi o bina təhvil veriləcək. Eybi yox, eybi yox. Özü də bilir ki, Sentyabrın axırına kimi o bina təhvil veriləcək. Ümumiyyətlə liftlər, pilləkənlərin müəccəlləri. Liftimiz də var, qazın da icazəsini almışıq. Orada yarımçıq işlər var. Onları tamamlayan kimi hamısı yerində olacaq. Bunların hələ ki bunlar olmaması üçün, yaranmaması üçün problem nədir? Vətəndaşlar bilsin də buradadır, sakinlər burada. Problem odur ki, qardaş, hamısının pulları gətirib vaxtı, kreditə nəyə görə vermişik? Gətirib vaxtında pullarını ödəmirlər. Elə adın qoyurlar ki, iş dayanıb və pulu ödəyin ki, iş getsin də. Pulu ödəmək lazımdır, bəli, mənim gücüm çatmır. Mənim gücüm ancaq o vaxt çatacaq ki, mən təzə layihəyə başlayayım, ondan sonra mənim gücüm çatacaq, ödüm. Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Bildirildi ki, sakinlərin müraciət və şikayətləri nəzarətə götürülüb. Problemin aradan qaldırılması məqsədi ilə MTK rəhbərliyi ilə müvafiq görüş keçirilib. Sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində zəruri tapşırıq və tövsiyələr verilib.